Əziz uşaqlar, bugünkü dərsimizdə biz sizinlə Şimali Azərbaycanda Rusiya imperiyasının iqtisadi siyasəti və kənd təsərrüfatı haqqında danışacağıq. Əgər yadınızdadırsa, biz əvvəlki dərslərimizdə 19-cu əsrin əvvəllərində Rusiya-İran müharibələrinin gedişində Rusiya imperiyasının qələbə çalmasını və bütün Cənubi Qafqazın, o cümlədən Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsi haqqında danışmış və bu haqda öyrənmişdik. İşğalı başa çatdırdıqdan sonra Rusiya imperiyasının qarşısında duran əsas məqsəd Şimali Azərbaycanın iqtisadiyyatını öz iqtisadiyyatına uyğunlaşdırmaq və buradan maksimum dərəcədə gəlir götürmək təşkil edirdi. Rusiya imperiyası bu müstəmləkəçilik siyasətini həyata keçirməklə Azərbaycanın sərvətləri hesabına varlanmaq, oradan maksimum gəlir götürməyi planlaşdırırdı. 1828-ci ildə Qirbayedov və Zavilyevski tərəfindən hazırlanmış Rusiya Cənubi Qafqaz Ticarət Şirkətinin layihəsi də məhz bu məqsədə xidmət edirdi. Şirkətin yaradılmasında qeyd elədiyimiz kimi məqsəd Rusiya imperiyasının Azərbaycandan maksimum gəlir götürməsini təmin etmək idi. Bu gəlirin əldə edilməsini təmin etmək məqsədi ilə yaradılacaq şirkətə 120 min desiyatin həcmində torpaq sahəsi ayrılmaq planlaşdırılırdı. Həm də nəzərdə tutulurdu ki, şirkət məşğul olduğu sahə üzrə inhisar hüququna malik olacaqdır. Yəni, onun məşğul olduğu sahə ilə digər şirkətlərin, şəxslərin məşğul olması qadağan ediləcəkdir. Nəzərə almaq lazımdır ki, bu şirkətin layihəsinin hazırlanması digər ölkələrin təcrübəsi əsasında hazırlanmışdı. Xüsusilə İngiltərəyə məxsus Ost-Hind və Rusiya-Amerika şirkətlərinin təcrübəsi öyrənilmişdi. Nəzərdə tutulurdu ki, şirkətin sahib olduğu səhmlərin bir hissəsi yerli tacirlərə və digər imtiyazlı şəxslərə verilsin. Qeyd elədiyimiz kimi, şirkətin əsas məqsədi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Rusiya kapitalının ağalığını təmin etmək idi. Doğrudur, layihə Rus ticarətinin, Rus tacirlərinin mənafeyinə uyğun şəkildə hazırlanmışdı. Lakin Çar hökuməti bu layihəni son nəticədə qəbul etməkdən imtina etmiş oldu. Bəs bu dövrdə, yəni 19-cu əsrin 30-40-cı illərində Azərbaycanda iqtisadi vəziyyət, ilk növbədə kənd təsərrüfatının vəziyyəti necə idi? Və biz bu məsələ haqqında demək ki, öz fikirlərimizi sizlə bölüşdürməyə çalışacağıq. Nəzərə almaq lazımdır ki, 19-cu əsrin 30-40-cı illərində də əvvəllər olduğu kimi əsas istehsal vasitəsi yenə də torpaq idi. Torpaq isə bu dövrdə iki əsas formaya bölünürdü. Daha dəqiq desək, 19-cu əsrin 30-40-cı illərində Azərbaycanda torpaq fondunun iki əsas forması. Dövlət torpaqları, buna bəzi hallarda xəzinə torpaqları deyilər və bir də xüsusi sahibkar torpaqları var idi. Dövlət torpaqlarının yaradılması keçmiş xanlara məxsus torpaqların müsadirə edilməsi hesabına yaradılmışdı və nəzərinizə çatdırmaq istərdim ki, belə torpaqlar Azərbaycanda olan ümumi torpaq fondunun çox böyük hissəsini təşkil edirdi. Bununla yanaşı həm də ölkədə xüsusi sahibkar torpaqları da qalırdı, ayrı-ayrı şəxslərə məxsus torpaqlar yayılmışdı və bundan kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilirdi. Keçmiş torpaq mülkiyyət formalarının bir çoxu da bu dövrdə hələ qalmaqda davam edirdi. Bunlara misal olaraq biz tiyul torpaqlarını, mülk torpaqlarını, vəqf torpaqlarını göstərə bilərik. Nəzərinizə çatdırım ki, hələ 16-cı əsrdən tətbiq edilməyə başlamış tiyul torpaqlarının verilmə qaydasını Çar hökuməti 19-cu əsrdə də dəyişdirməmişdi. Yəni, belə torpaqlar xidmət müqabilində verilirdi və torpaqların verilməsi zamanı ilk növbədə o torpağı alan şəxsin gördüyü işlər, yəni onun mülkü və hərbi xidməti, eyni zamanda ən başlıcası isə onun mövcud rejimə müsbət münasibəti əsas götürülürdü. Azərbaycanda ən qədim torpaq mülkiyyət formalarından biri olan mülk torpaqları da qalırdı. Nəzərinizə çatdırım ki, mülk torpaqları əvvəllər olduğu kimi bu dövrdə də ali hakimə xidmətlə bağlı deyildi. Yəni, bu torpağın sahibi heç bir xidmət göstərmədən öz mülkiyyətində olan torpaqları
ala bilərdi, sata bilərdi, bağışlaya bilərdi, girov qoya bilərdi və ondan istədiyi kimi istifadə etmək hüququna malik idi. Bu dövrdə mənbələrdə mülk-i xalisə adlı torpaq mülkiyyət formasına da rast gəlinir. Mülk-i xalisə bəylərin sırf mülkiyyətində olan torpaq mülkiyyət forması idi və buradan əldə edilən gəlir torpaq sahibinin tam mülkiyyətinə, tam sərəncamına keçirdi. Hər iki torpaq mülkiyyət forması əslinə qalanda Azərbaycanda xüsusi sahibkar torpaqlarının əsas hissəsini təşkil edirdi. 19-cu əsrin 30-40-cı illərində Azərbaycanda vəqf torpaqları da yayılmışdı. Nəzərinizə çatdırım ki, hələ orta əsrlər dövründə olduğu kimi bu dövrdə də vəqf torpaqları əsasən dini idarələrə, o cümlədən məscidlərə, monastırlara məxsus torpaqlar idi. Həm də nəzərə almaq lazımdır ki, vəqf əmlakına yalnız torpaqlar deyil, sənətkar emalatxanaları, bağlar, ticarət dükanları, gəlir verən digər şeylər də daxil idi və bunlar bütövlükdə vəqf əmlakını təşkil edirdi. Bununla belə nəzərinizə çatdırmaq istərdim ki, vəqf torpaqları bu dövrdə Azərbaycanın ümumi torpaq fondunun çox cüzi bir hissəsini təşkil edirdi. 19-cu əsrin 30-40-cı illərində Azərbaycanda mövcud olan bu torpaqların becərilməsi ilə əsasən həm dövlət kəndləri, həm də xüsusi sahibkar kəndləri məşğul olurdular. Dövlət torpaqlarının sahəsi çox böyük olduğundan təbii ki, belə torpaqlarda çalışan kəndlərin də sayı çox idi. Ümumilikdə götürdükdə dövlət kəndlərinin sayı ümumi kəndlərin sayının təxminən 2/3 hissəsindən çoxunu təşkil edirdi. Dövlət kəndləri, istərsə də sahibkar kəndləri çox müxtəlif vergilər yerinə yetirirdilər. Misal üçün, sahibkar kəndliləri ümumilikdə təxminən 35-ə qədər vergi ödəyirdilər və bu vergilərin içərisində malcəhət, yəni məhsul vergisi və bir də sudan istifadəyə görə yayılmış bəhrə vergisi çox geniş yayılmışdı və bundan çox istifadə edilirdi. Əvvəllər olduğu kimi 19-cu əsrin 30-40-cı illərində də Azərbaycan iqtisadiyyatının əsasını əkinçilik təşkil edirdi. Əkinçilikdə isə buğda, arpa və düyü istehsalı geniş yayılmışdı və şübhəsiz ki, bu bitkilərin becərilməsi sahəsində müəyyən bir ixtisaslaşma mövcud idi və bu da bir növ təbii iqlim şəraiti ilə bağlı idi. Buğda və arpa istehsalı xüsusilə Qarabağda, Şirvan bölgəsində geniş yayılmışdı və burada istehsal edilən ki, həmin məhsullar yerli tələbatı ödəməklə yanaşı başqa yerlərə də göndərilirdi. Düyü istehsalında Lənkəran bölgəsi üstünlük təşkil edirdi. Bilirsiniz ki, Lənkəran bölgəsinin təbii iqlim şəraiti bu bitkinin becərilməsi üçün əlverişli şərait yaradırdı. İstehsal edilən düyü yerli tələbatı ödəməklə yanaşı həm Rusiya və digər ölkələrə də ixrac edilirdi. 19-cu əsrin 30-40-cı illərində Azərbaycanda kənd təsərrüfatının aparıcı sahələrindən birini ipəkçilik təşkil edirdi. İpək qurdunun becərilməsi, baramanın becərilməsi Azərbaycanın ayrı-ayrı bölgələrində xüsusilə Nuxa, Şuşa, Şamaxı və Carbalakan bölgələrində geniş yayılmışdı və ümumiyyətlə bu dövrdə demək xam ipək və yaxud da ipək qurdunun becərilməsi sahəsində xeyli canlanma müşahidə olunurdu. Bu, hər şeydən əvvəl Rusiya bazarlarında Azərbaycanda istehsal edilən xam ipəyə tələbatın artması ilə çox bağlı idi. Bundan başqa Rusiya hökuməti çalışırdı ki, bu sahənin inkişafına diqqət versin, bu sahənin inkişafı üçün nisbətən əlverişli şərait yaratsın. İpəkçiliyin böyük gəlir verilməsi ona gətirib çıxarırdı ki, ayrı-ayrı cəmiyyətlər, ayrı-ayrı şəxslər də bu sahəyə diqqət verirdilər, bu sahənin inkişafına qayğı göstərirdilər. Heç də təsadüfi deyil ki, 19-cu əsrin 30-40-cı illərində ipəkçiliyin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdı. Misal üçün, 1836-cı ildə xüsusi bir cəmiyyət təsis olunmuşdu. Bu cəmiyyətin adı Cənubi Qafqazda ipəkçilik və ticarət sənayesini yayan cəmiyyət adlanırdı. 1843-cü ildə Nuxada
təcrübə ipəkçilik məktəbi açılmışdı. Hər iki müəssisənin əsas məqsədi qeyd elədiyimiz kimi Azərbaycanda ipəkçiliyin inkişafına yardım göstərmək, bu sahənin daha gəlirlə işləməsinə şərait yaratmaqdan ibarət olmuşdu. 19-cu əsrin 30-40-cı illərində Azərbaycanda bir sıra texniki bitkilər də becərilirdi və bu bitkilərdən alınan məhsullar sənayenin müxtəlif sahələrində tətbiq olunurdu. Öyrənilən dövrdə, danışdığımız dövrdə Azərbaycanda qızıl boya istehsalı geniş yayılmışdı. Bilirsiniz ki, bu bitkinin adı həm də boyaq otu kimi məşhurdur. Ona bəzi hallarda Rus mənbələrində marina da deyirdilər. Bu bitkidən alınan rəng xüsusi keyfiyyətə malik idi, ona böyük tələbat var idi. Azərbaycanın müxtəlif bölgələrində qızıl boya istehsal edilir və çox böyük partiyalarla Rusiyaya göndərilirdi. Misal üçün, Azərbaycanda istehsal edilmiş qızıl boya məhsulları çox vaxtı Rusiyaya məxsus, Rusiyanın özündə olan Nijni Novgorod yarmarkasında satılırdı. Texniki bitkilər arasında tarixən pambıq da xüsusi yer tuturdu. Lakin 19-cu əsrin 30-40-cı illərində bu sahənin inkişafından danışmaq olmaz. Bu sahədə bir növ durğunluq hökm sürürdü. Bu, hər şeydən əvvəl buğda və arpa sahələrinin genişlənməsi və pambığa tələbatın nisbətən azalması ilə bağlıdır. Doğrudur, Çar hökuməti müəyyən dövrlərdə, müəyyən illərdə pambıqçılığın inkişafına cəhd göstərmişdir, lakin bu elə bir nəticə verməmişdir. 19-cu əsrin 30-40-cı illərində Azərbaycanda becərilən bitkilər arasında zəfəran özünə məxsus yer tuturdu. Bilirsiniz ki, zəfəran tarixən Abşeron yarımadasında yetişdirilirdi. Abşeron yarımadasında yaşayan kəndlərin böyük hissəsi öz təsərrüfatında bu bitkinin becərilməsinə məşğul olurdu. Müəyyən illərdə zəfəran istehsalı hətta 1000 puda çatırdı. Lakin sonradan bu məhsula tələbatın azalması zəfəran əkinlərinin sahələrinin azalmasına gətirib çıxarmışdı. Eyni zamanda Azərbaycanda bu dövrdə əkinçiliyin bağçılıq, bostançılıq, üzümçülük kimi sahələr də inkişaf etmişdi. Bu sahələr əsasən şəhərlərin ətrafında inkişaf edirdi və əsas məqsəd şəhər əhalisini meyvə və tərəvəzlə təmin etməkdən ibarət olmuşdu. Şübhəsiz ki, bu dövrdə Azərbaycanın kənd təsərrüfatının əsasını təşkil edən mühüm sahələrdən biri də maldarlıq idi. Azərbaycanın demək ki, iqlim şəraiti, relyefi maldarlığın inkişafı üçün əlverişli şərait yaradırdı. Məlumdur ki, Mil, Muğan və Şirvan düzləri Azərbaycan kəndlərinin, elatlarının mal-qarasının saxlanılması üçün çox gözəl qışlaqlar idi. Yayda isə həmin mal-qara, qoyun sürüləri yaylaqlara qaldırılır və bu yolla, yəni yaylaq, qışlaq maldarlığını inkişaf etdirmək yolu ilə kənd təsərrüfatında, maldarlıqda böyük irəliləyişlər baş verir, məhsul istehsalı getdikcə artmağa başlamışdı. Bütün bu deyilənlər göstərir ki, 19-cu əsrin 30-40-cı illərində kənd təsərrüfatında xeyli irəliləyiş müşahidə olunurdu. Artıq istehsal olunan məhsullar nəinki yerli tələbatı ödəyir, həm də bazara çıxarılır, bir çox xarici ölkələrə və hətta Rusiyanın özündə də, demək, özünə də ixrac olunurdu. Bütün bunlar Azərbaycanda kənd təsərrüfatında əmtəə pul münasibətlərinin inkişafına şərait yaradırdı. Artıq istehsal edilən məhsulların bir qismi bazar üçün nəzərdə tutulurdu. Elə buna görə də Çar hökuməti kənd təsərrüfatından toplanan vergilərin xarakterində müəyyən dəyişiklik etdi. Belə ki, 1852-ci ildə hökumət natural vergilərin pul vergisi ilə əvəz edilməsi haqqında fərman verdi. Bu, bir daha Şimali Azərbaycanda kənd təsərrüfatının artıq əmtəə istehsalı yoluna qədəm qoyduğunu sübut edir.